Qara rəngin psixologiyası. Qara rəng nəzarət və təhlükəsizlik hissi ilə bağlıdır. Siz başdan ayağa qara geyindikdə sanki özünüzü hissə-hissə toplayırsınız. Vizual səs-küy azalır. Hər şey mənim nəzarətim altındadır, hissi güclənir. Təsadüfi deyil ki, təsir bağışlamaq lazım olanda qara rəng tez-tez seçilir. O, sözlərə ağırlıq qatır. Obrazı daha yığcam, əlçatmaz və cəsarətli göstərir. Amma eyni zamanda qara rəngin arxasında gizlənmək də mümkündür. O, üzərinizə artıq diqqət çəkməməyə və vurğulamaq istəmədiyiniz məqamları ört-basdır etməyə kömək edir. Üstəlik, qara rəngin maraqlı bir sehirli xüsusiyyəti də var. Məsələn, eyni qara sviter fərqli kombinasiyalarda tam başqa cür işləyə bilər. Cins şalvarla sakit və sadə obraz yaradır. Dəri şalvar və iti burunlu ayaqqabı ilə isə artıq cəsarətli bir outfitə çevrilir. Və daha bir vacib detal. Qara rəng toxunduğu hər şeyi gücləndirir. Onun fonunda jestlər, mimika, aksesuarlar, hətta duruş belə daha aydın oxunur. Əgər siz tez-tez qara rəngi seçirsinizsə, ona daha şuurlu yanaşmaq xüsusilə önəmlidir. Geyimin oturuşuna, parça faktorasına, ayaqqabıya və xırda detallara diqqət yetirin. Ona görə də ehtiyatlı olun.